Bu günlərdə MSK sədri Məzahir Pənahovun ətrafında qalmaqal səngimək bilmir. Belə ki, Pənahovun gəlini həyat yoldaşı Məhəmməd Pənahov tərəfindən şiddətə məruz qaldığını deyib. Daha sonra məlumat yayıldı ki, Məhəmməd Pənahov Azərbaycan Tibb Universitetinin məhkəmə təbabətinin baş müəllimi, əməkdar müəllim Oleg Mirzəyevə qarşı zorakılıq edib. Bundan başqa Məzahir Pənahovun xaricdə 3 milyona yaxın dəyəri olan mənzil aldığı da bəlli olub. Artıq sosial şəbəkələrdə Məzahir Pənahovun dairə sədrlərinin də milyonluq obyektləri ifşa olunmaqda davam edir. Belə ki, Azərbaycan Respublikası 17 saylı Yasamal 3-cü seçki dairəsinin sədri Qədir Kərimovun rayonun ən prestijli yerində mərasim zalı tikdirdiyi bəlli olub. Dəyəri milyona yaxın olan obyektin görüntüləri sosial mediada müzakirə olunub. Səsləndirilən iddialarla bağlı qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq.